Salam, gəlin bu suala baxaq. Baxın, o çevrənin mərkəzi, o ABC düzbucaqlıdır. AY 4, CD 2-dir. Baxın, AY 4-dür, CD 2-dir. Bunu qeyd edək. Və AB-ni istəyir bizdən. Baxın, fikir verin, bu düzbucaqlıdır və burada 90 dərəcə olduqlarını da qeyd eləyək. Aha. Sonra gəlin bura A deyək. Onda bu düzbucaqlıdır qarşı da yəni A olacaqdır. Yəni bura A-dır. Sonra digər tərəfdən baxırıq ki, baxın, OY-də, OD-də radiusdur. Əgər bura A ümumi nədir? A + 2-dir də. Onda bax, burada ümumi A + 2 olmalıdır. Çünki niyə? Çünki radiusdur, bu da radiusdur, bu da radiusdur. Radiuslar bir-birinə bərabərdir axı. Onda AO nəyə bərabərdir? Elə bil ki, gəlin AO-ya bir x deyək. X + 4 bərabərdir. A + 2. Onda x bərabər olur A + 2 - 4-ə. Yəni x bərabər olur A - 2-yə. Yəni x. Yəni bura x demişdik axı AO-ya. Yəni bura olur A - 2. Çünki A - 2-nin üstünə 4 gələndə A + 2 verir. Niyə bunu belə yazdıq? Çünki OY-də, OD-də radiusdur. Yəni bura A + 2 olduğundan, deməli burada ümumi A + 2 olmalıdır ona görə. Sonra baxıram ki, aha, bu hissəni qeyd etdik A - 2. Sonra gəlin OB-dən də bir radius çəkək. Aha, yenə baxın, OY-də, OB-də, OD-də hər biri radiusdur və hər biri də bir-birinə bərabərdir. Yəni bura A + 2 deyil ümumi. Deməli, burada A + 2 olacaq. Baxın, burada A + 2 olur. Sonra baxıram ki, əgər O A A - 2-dirsə də C B də A - 2-dir. Baxın, bu hissədə A - 2-dir. A - 2-dir. Çünki düzbucaqlıda axı qarşılar bir-birinə bərabər olur. Sonra da baxırıq ki, bir dəqiqə. Sonra da baxırıq ki, bu bir düzbucaqlıdır. Baxın, bu bir düzbucaqlıdır. Burada Pifaqor təyin edirik, tətbiq edirik. Burada da nə edirik? Yazırıq A kvadratı üstə gələk. A - 2-nin kvadratı bərabərdir A + 2-nin kvadratına. Sonra da bunu əldə edirik. A kvadratı plus birincinin kvadratı minus 2A plus axırıncının kvadratı 4 bərabərdir. A kvadratı plus birincinin ikinci asilinin 2 misli, yəni 4A plus axırıncının kvadratı. Sonra 4-lər buradan geçsin. A kvadratlarının biri geçsin. A kvadratı əslində burada da 4 eləyir. Çünki birincinin ikinci asilinin 2 misli olmalıdır. Minus 4A, bunu da sol tərəfə keçirdəndə minus 4A bərabərdir 0-a. A kvadratı minus 8A bərabərdir 0-a. A-nı çıxartsaq A minus 8 0. Deməli A 0, A bərabərdir 8-ə. Biz də təbii ki, burada 0 götürə bilmərik. Çünki bu yəni kvadratın tərəfi 0 ola bilməz. Ona görə yəni 8 götürürük. A-nın 8 qiyməti. Bizdən nə istəyirdi? AB-ni istəyirdi. A, bir dəqiqə. AB-yə biz nə demişik? A demişik. A-nın qiymətindən nə tapdıq? 8. Deməli cavabımız 8.